Armaflar 25 manatdan başlayır, pərakəndə satış qiymətləri, Le Parfuma məxsus çeşidləri isə 18 manatdan. Nümunə olaraq desək 55 manata Armafın istehsalı olan qiymətidir, Le Parfumda isə 20 manat. Ad günündə, bəylərə özəl günlərdə hədiyyə eləyə bilərsiniz. Armaf brendinə məxsus qiymət 55 manat. 500-ə yaxın ətir, fərqli adda ətir çeşidləri var. Xanımlar üçün bu məsləhət görülür, həmən bu seriyadan olan Blue de Nuit. Salam əzizlər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Yenə bugün sizlər üçün növbəti toplantıdan detallı video çəkiləcək. Ən çox istədiyiniz, axtardığınız, soruşduğunuz Dubai ətirləri toplantısıdır. Neçə vaxt idi biz də soruştururduq, araşdırırdıq. Burada düzdür, bir neçə dəfə rastımıza çıxmışdı, amma içərisində olmamışdıq. Birbaşa rəhbərləri ilə tanışdığımız yox idi deyə, onun üçün çəkilişini edə bilməmişdik. Sırf Dubai ətirləri və orijinal ətirlərin Dubai versiyaları olan ətir çeşidlərinin satışı olunur ki, inşallah birazdan keçib içəridə daha detallı sizlərlə tanış edəcəm. Rahat yerdədir, Abşeron Ticarət Mərkəzinin Abşeron Mall ərazisində Korpus 17 mağaza nömrəsi 1 svetofordan düz sola dönən kimi elə bu mağazanı rastlaşa bilirsiniz. Yəni konumda alıb rahat şəkildə birbaşa mağazaya gəlib çıxa biləcəksiniz. İndi isə keçib ətirlərin çeşidləri ilə, qiymətləri, hansı aralıqda çeşidlər var, onlar sizə tanış edəcəm. Keçmədən öncə kanala abunə olmağı, video bəyənməyi unutmayın. Ətrafınızda ətir satış edənlər varsa və yaxud da bu biznesə başlamaq istəyənlər varsa, həvəsi olanlar varsa da bu videonu həmin şəxslərə mütləq göndərin. Onlar da tanıyıb faydalansınlar. Getdik. Ümumi olaraq mağaza haqqında məlumat verim ki, mağaza 20 ildən çoxdur ki, ölkəyə Dubai ətirlərinin idxalını və satışını həyata keçirir. Bu çeşid məhsullar sırf həmən bu Armaf mağazasından idxal olunur və ölkə üzrə də dağıtımı Bakı və Bakı ətrafı və digər regionlara da bu mağaza tərəfindən, bu toplantısı tərəfindən dağıtımı olunur ki, Armaf brendinin məhsulunu hardan görsəniz, bilin ki, sırf bu toplantıya məxsus məhsullardır. İkinci bir brend isə Le Parfum Galeri adlanır ki, burada da yenə sırf tanıdığımız marka brendlərin Dubai istehsalı olan versiya çeşidləridir ki, inşallah indi açıq, hansını ki burada testerlər də var. Gördüyünüz kimi hər məhsulların qabağında rahat şəkildə gəldiyiniz zaman, baxdığınız zaman məhsulların testerləri də var ki, götürüb qoxlaya bilərsiniz. Birəbir eynidir, yoxsa yox, keyfiyyətinə və sair kimi. Həmçinin mağaza əməkdaşları da seçimlə bağlı sizlərə yardım göstərə bilər. Həm topdan satış var, həmçinin pərakəndə satış var. Topdan alışda minimum alış məbləği şərti var ki, inşallah qeyd etdiyimiz əlaqə nömrələrini əlaqə saxlayıb bu kimi şərtləri danışa bilərsiniz. Daha sonra sosial şəbəkə ünvanları da var ki, yenə də mütəmadi olaraq orada yeni gələn çeşidlər də və digər bundan öncəki çeşidlər də oradan baxa bilərsiniz. Hansı çeşidlər var? Biz ümumi olaraq sizə göstərəcəyik, bəzi bir neçə nümunə olaraq göstərib qiymətlərini qeyd edəcəm. Armaflar 25 manatdan başlayır, pərakəndə satış qiymətləri, Le Parfuma məxsus çeşidləri isə 18 manatdan. Le Parfumla Armaf arasında isə qalıcılıq məsələsində, müddətində fərq var ki, Armaf bir gün yarım rahat şəkildə tam əminliklə deyə bilirik ki, qalır. Çünki dünənləri burada olduqda elə storydə paylaşmışdım. Bu ətrin elə burada yoldaş bu ətir idi də, hə? Bu ətrin elə üzərimdə vurulmuşdu. Dünən axşama qədər digər köynənin üstündə elə qalmışdı ki, yəni rahat şəkildə bir gün yarım üzərdə qalır. Deməli, burada başlayırıq, hansı brendi var? Tanınmışlardan bir neçə nümunə olaraq çəkim ki, Narcisso'nun belə deyim, pudrasının kopyası deyək də, düzümü? Aklaslarla müqayisədə bu çeşidlərin fərqi nədir? Onun haqqında qısa olaraq məlumat verim. Aklaslarda demək, ad, kodu və s. kimi məlumatları birəbir hamısı eyni olunur, lakin qalıcılıq məsələsində biraz zəif olur. Bunlarda isə mağaza rəhbərinin dediklərinə istinadən deyirəm ki, bu məhsullarda ad, marka adı və s. oxşadılır, fərqli olur, amma keyfiyyət baxımından isə digər aklaslardan, Çin və s. istehsal olan aklaslardan daha keyfiyyətlidir, qalıcılığı da daha çoxdur. Le Parfumda, Armafda lap çoxdur, Le Parfumda isə bir qədər daha aşağıdır, bunda da yeni qiymət fərqi var. Daha sonra Chanel de Blue həmən Le Parfum çeşidi də var. Bunun həmçinin Armafa məxsus olan ikinci bir istehsalı da var. Qiymət olaraq, nümunə olaraq deyəsək, 55 manata Armafın istehsalı olan qiymətidir. Le Parfumda isə 20 manat. Arasında təxminən 2 dəfədən 2 dəfə yarım qiymət fərqi var. Bu da yenə qalıcılıqla bağlı olan məsələdir ki, keyfiyyətlə, daha doğrusu keyfiyyəti və qalıcılığı, şileyf və s. kimi məsələlərdir ki, buna görə fərqlənir. Daha sonra burada Chance Tender modelinin həmən dediyimiz kimi oxşarı kopyası və yaxud da Narcis, yox, Saspiro'nun iki belə variantı var. Aksentlə
Embapura. Erbapura. Aksentlə Erbapura olan çeşid növlərinin birə-bir eyniləridir belə deyə. Bunlar da armaf, düzdürmü? Armafdır, Le Parfum. Bunlar Le Parfum çeşidləridir. Yəni burada qablaşmadan və addan təxminən satış edənlər və yaxud da nə bilim həmişə bunun istifadəçiləri, alış edənlər təxminən oxşada bilirsiniz. Hansı markanın oxşarıdır, eynisidir və s. Armafın Club de Nuit versiyasına məxsus olan fərqli bir neçə çeşid var burada da. Armafda qiymətlər demək 20 manatdan başlayır, 50, 55, ən yuxarısı neçə manata qədərdir? 150 manata qədər Armafa məxsus olan çeşidlər var. Bəylər üçün növbəti baxın belə qablaşmada, əla qablaşması da var. Qiymət, pərakəndə satış qiymətinin bir neçəsini deyəcəm sizə. Nəzərinizdə olsun. İstəsəz, yəni ad günündə, bəylərə özəl günlərdə hədiyyə eləyə bilərsiniz. Armaf brendinə məxsusdur. Connoisseur. Düzgün tələffüz ola bilər ki, etməyim, amma yenə də adı budur yəni. Qiymət 55 manat. 2 çeşidi var, düzdürmü burada? Bir, belə qara qutuda olan çeşidi, bir də belə tüyünü gök. Bu ətirlərdə öncə qeyd etdiyim yenə birə-bir Armafın qablaşması və adını fərqli qoyduğu ətir çeşidlərdir, amma bu məsəl üçün Chanel de Blue'nun bu hansınındır bunlar? My Burberry. Bu Bakarat. Bakarat ərəbdir yoxsa şirin? Şirin ətirdir. Qəşəngdir amma xoşuma gəldi. Bir də bunlarda bəzilərinin başlıqları da var ki, maqnitlə. Yəni bunu siz digər o A-klas deyilən Çin və Türkiyə istehsalı olan qablaşmalarda görə bilməzsiniz. Sonra belə gümüşü rəngi var. Bunun bu xanım üçündür yoxsa bəy üçün? Qəşəng şirinliyi var. Yayda ən çox hansı ətirlər daha çox bəy üçün, xanım üçün? Bu xanımlar üçün. Xanımlar üçün bu məsləhət görülür. Həmən bu seriyadan olan Club de Nuit seriyasından. Bunlar da qiyməti 55 manat. Pərakəndə satış qiyməti 55 manatdır. Daha sonra belə fərqli qablaşmalarda yenə. Bunların başı, baxın belə maqnitlidir var. Bunlar hansıların kopyalarıdır? Libra, Skandal çeşidləri var. Sonra keçirik növbəti. Yenə öncə qeyd etdiyim Bonbon və Yum Yum ətirlərdir ki, bunlar da tanınmış çeşidlərdir. Öncə qeyd olunmuşdu. Bunlar da şirin ətirlərdir. Qiymətini qeyd eləyə bilərik bunların. 60 manat pərakəndə satış qiyməti belə bu formada qablaşmadadır. Belə fərqli, maraqlı, hədiyyəli sevənlərə alışını eləyə bilərsiniz. Həmçinin də topdan alış eləyənlər də əlaqə saxlaya bilər. Həm tünd, həm nə bilim sərin, həmçinin hansı çeşidlər olur? Tünd, sərin, şirin, fərqli. Ümumilikdə çeşid olaraq neçə çeşid qeyd eləyə bilərik? Ad olaraq neçə adla məhsulumuz, şeyimiz var, çeşidimiz var. 500-ə yaxın ətir, fərqli adda ətir çeşidləri var. Mütəmadi satışını edirsinizsə, əlaqə saxlayıb mağazadan. Yəni amma Instagramda mütəmadi olaraq paylaşılır da zaten bütün çeşidlər. Burada da bir fərqli çeşidlərdir. Bunlar da yenə Le Parfum Garenne'nin Raffan, Raffan firmasıdır ki, bunlar da qiymət olaraq neçədir Le Parfumlarda? Bunlar 35 manat. Tünd ətirlərdir bunlar biraz. Tünddülər elə bir. Bunlar biraz tünd ətir çeşidləridir. Daha sonra bunlar xanımlar üçün belə bir model Cloud Kiss. O qədər ətir oldu, qarışdı. Növbəti vitrinimizdə isə demək Le Parfum Galeriya məxsus ətir çeşidləridir ki, burada da yenə gördüyünüz kimi Versace'ın oxşarı, Liberty'nin oxşarı, Barakat var, Bakarat'ın oxşarı. Daha sonra fərqli Tiger, hansıydı bu? Bulqarı Tiger'ın misal olaraq oxşarı. Qiymət olaraq 40 manat pərakəndə satış qiyməti. Fərqli çeşidlər var. Məşhur Dior Sauvage və Tizian Terenzinin Kirki adlı həmən amma birə-bir eyni olan, hətta püskürmə yeri də baxın, püskürməsi də və qapağı da sanki birə-bir orijinaldakı kimi, yəni keyfiyyətdə maksimum keyfiyyətdə burada üzərində işlənilib. Qiymət olaraq 20 manat. Fərqli Le Parfumlar başlayır qeyd etdiyimiz 18-20 manatdan, digər armaflar isə 25 manatdan başlayaraq qiymətdə fərqli çeşidlər var. Sizin də ən çox hansı
ətri sevirsinizsə, istifadə edirsinizsə, ümumiyyətlə bu Dubay ətirlərindən istifadə edirsinizsə, rəylərdə qeyd edeyim, maraqlıdır. Hansını daha çox bəyənirsiniz? Həmçinin Armafın bir neçə çeşid bədən spreyləri çeşidləri də var. Sprey formasında. Bunlar neçə çeşidi varımızdır? 15-16 çeşid fərqli həm bəylər üçün, həm xanımlar üçün olan çeşidləri var. Yenə də əgər bu çeşidi məhsulların satışını edirsinizsə, baxın, Dubay şokoladı, bayaq bunu göstərməyi unutdum. Formasında. Bilənlər qeyd eləsin ki, bu hansı markanın oxşarıdır. Bu qədər dostlar, ümid edirik ki, kimlər ki bizdən soruşurdular, ətirlər barəsində çox bilgim yoxdur. Onun üçün elə maksimum bildiyim qədərilə sizə göstərməyə, təqdim etməyə çalışdım. 500-ə yaxın ətir çeşidi var ki, mütəmadi satışını edirsinizsə və yaxud da bu çeşid ətirlərinin satışını etməyi planlayırsınızsa, bu mağazaya baş çəkə bilərsiniz. Gördüyünüz kimi, səliqəli formada geniş showroom mağazadır burada. Topdan və pərakəndə satışı olunur. Ətirlərin seçimi ilə bağlı hər hansı bir sualınız olarsa, gəlib mağaza əməkdaşlarından rahat şəkildə dəstək də ala bilərsiniz. Hansı məhsullar daha yaxşı işləyir, hansı məhsullar daha ağır məhsullardır. Bununla bağlı da sizə öz tövsiyələrini verəcəklər ki, mütəmadi şəkildə siz də satışını edib davamlı şəkildə dövriyyə edəsiniz. Mağazanın səhifələrini aşağıda gedirəm. Əlaqə nömrəsinin ünvanını təkrar olaraq da axtarıb oradan da yenə də baxa bilərsiniz çeşidlərindən, qiymətlərindən bağlı. Qiymətlər ümumilikdə La Parfumlar başlayır 18 manatdan, Armaflar isə 25 manatdan başlayaraq sizlərə təklif olunur. Ta ki 100-150 manata qədər fərqli çeşidləri var. Ətrafınızda bu çeşid məhsulları satanlar varsa da videonu həmin şəxslərlə paylaşın ki, əgər onlar da tanımırlarsa bizdən çox istəyirdilər. Onun üçün gəlib çəkib sizlərə göstərmək istədik ki, ən azından bir mağaza tanıyasınız. 500-ə yaxın çeşid var ki, yəni bunu elə paylaşmaq, satmaq, elə bir mağaza, tək bir buradan ki, məhsullardan bir mağaza açıb rahat şəkildə işlədə bilərsiniz. Daha sonra isə digər çeşidlərdə yenə də baxa bilərsiniz digər toptancılardan. Kanala abunə olmağı, video bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.